həftə marketə getmək qadağandır. 3-cü səhər yeməyi hazırlayırıq. Həsən də oyandı, tam kadro davam edir. Özləri oyanan kimi gedib Hüseyni də durğuzurlar. Bu gün səhər çörək bişirmədim, dünəndən qalan çörəkləri qızdırıb. Uşağın başına marketsizlik vurub. Günorta yemək üçün xəmir yoğurdum, unumuz elə bu qaldı. Bu dəfə çörəyi də bu üsulla bişirdim. Bişirə-bişirə ürəyimlə danışıram ki, birdən çörəyi bəyənib deyərlər ki, həmişə sən bişir. Bu gün soyuducumuzdakı yeganə balığı bişirdik. Bütün ət məhsullarına əziyyət verən bizim şef deyir ki, mənim könlümə balıq bu formada düşür. Yox, fərqli olmalıdır. Bilinməlidir ki, bunu şef bişirir. Acıqa hazırlayırıq, elə ürəklə hazırlayırıq ki, amma bilməzdik ki, ən sonunda yadımızdan çıxacaq, elə acıqasız yeyəcəyik. Hər şefin arxasında əlində qab dəsmalsı olan bir qadın vardır. Balığın yanına qırmızı soğan və cöyətli sumaq da düzəltdik. Allah elə bir bərəkət verir. Həqiqətən də hələ də marketə getməyə ehtiyacımız yoxdur. Bu möhtəşəm çörəyi sənə həvalə edirəm deyib bıçağını təqdim etdi. Çörək çox gözəl çörəkdir. Üstü də xırçıltılı idi, amma nə inirdiysə kəsilmirdi. Dedim ki, yəqin ki, bu şirinlik istəyir. Bəhbə, heyf deyil ev çörəyi dediyi yerdə ürəyim sandı. Təbii ki, zarafat edirəm. Həqiqətən də çörək bişirmək elə əziyyətli iş deyil. Balıqlar qızardı, üzərinə qəşəng turşu çəkdi. Soğanını vurdu, göyərtisini vurdu, apardıq, yedik. Mətbəxi təmizləyəndə gözümə acıqa dəydi.